Hamınıza salam. Bugün sizinlə birlikdə ingilis dili How to dress in the desert mövzusunu işləyəcəyik. Gördüyünüz kimi bu mövzunun əvvəlində bir dənə article, yəni məqalə verilib. Gəlin ilk öncə o məqaləyə qulaq asaq. Clothes for the extreme. How to dress in the desert. My name is Ahmad Mustafa Abu Rabia Sulaim, and I am a 13-year-old Bedouin from the Arabian desert. I'm an artist, and I'm sending 2 of my pictures. They show the type of clothes that we wear in our community. In this picture, my brother Abdullah is next to one of our camels. But wait, is Abdullah wearing a dress? Yes, he is, because it's very hot in the desert, so we wear loose clothes. We all wear dresses, women, girls, boys, and men. He's not wearing a hat on his head, but a gutra. This protects his head from the sun. He's wearing sandals too because the sand is really hot. And what are the people doing in this picture? It's the end of the day, and the men are sitting and listening to traditional stories. Some are wearing coats or furwas because the nights are cold. Who is the woman wearing a black dress? And what is she doing? Well, that's my Aunt Aisha, and she's working. She's bringing water to the camp. Məqaləyə qulaq asdıqsa, indi gəlin tərcüməsini edək. Mənim adım Ahmaddır. Mənim adım Ahmad Mustafa Abu Rabia Sulaimdir və mən 13 yaşındayam. Arabistanın Beydun şəhərində dünyaya gəlmişəm. Mən bir artistəm, yəni rəssam. Yəni şəkil çəkən da belə. Və mən öz şəkillərinin ikisini göndərmişəm. O şəkillər bizim millətimizin necə paltarlar geyindiyi haqqdadır. Bu şəkildə mənim qardaşım Abdullah bir dənə dəvənin yanında dayanıb. Amma göstər, Abdullah wearing dress, Abdullahın geyinir. Bəli, çünki çöllər olduqca istidir və onlar asfaltlı geyməyə çalışırlar ki, özlərini sərin saxlasınlar. Burada hər kəs uzun geyinir. Məsələn, qadınlar, qızlar, oğlanlar və kişilər. O, başında bir dənə papaq geyinmir. O bir kutra geyinir. Bunun sayəsində o güneşdən qoruna bilir. Və o sandallarda geyinib. Çünki torpaq çox isti olur, yəni qum. Çox isti ola bilir. İndi gəlin axırıncı hissəsini oxuyaq. And what are the people doing in the picture? Buradakı şəkildəki insanlar nə edir? Bu şəkildəki insanlar günün axırında oturublar və ənənəvi hekayələrə qulaq asırlar. Bəziləri ceket geyinirlər. Çünki gecələri çöllərdə çox soyuq ola bilir. Baxın, arxada su daşıyan qadın kimdir? Qara geyimli qadın kimdir? Və o nə edir? Bu mənim bacım, yəni mənim xalam Aşadır. Və o işləyir. O kampa su daşıyır. Məqalənin tərcüməsini etdiyimizə görə gəlin tapşırıqlar işləməyə başlayaq. Birinci tapşırıq. Look at the article. Məqaləyə gözdən keçirin. The titles and the images. Başlıqları və şəkilləri və suala cavab verin. Düzgün variantı işaretləyin. What do you think the article about? Sizsə article, yəni məqalənin haqqında idi. Ailələr və çöldəki ailələr və adət-ənənələri, çöldə su ya da çöldə insanların geyimi.
Burada gördüyümüz kimi əsasən geyimlər haqqında olduğu üçün geyimi seçəcəyik. 2. Artıq məqaləni sürətli bir şəkildə oxuyun. Check the quote in the article. Doğru sözlərin qabağını işarələyin. Yəni buradakı hansı artikla istifadə olunub, hansı olmayıb. Dress sözü istifadə olunmuşdur. Burada var. Dress. Classes sözü mətnə istifadə olunmayıb. Heç bir yerdə açıq sözü keçmir. Pants sözü də daxil. Pants sözünü biz mətndə görmürük. Jacket sözü də mətnin içində keçmir. Amma coat sözü mətnin axırlarına yaxın keçir. Gördüyünüz kimi burada coat. Yəni cəkətlər. İndi gəlin üçüncüyə keçək. Üçüncü biz ən başı etdik. Ən başda dinləməyə qulaq asdıq. Onun üçün dördüncüyə keçəcəyik. March the begins of the sentence with the endings. Deyir ki, adlarla elədikləri işləri uyğunlaşdırın. Məsəl üçün, Ahmad məqasinə şəkillər göndərir. Abdullah, yəni Ahmadın qardaşı. Ahmadın qardaşı gördüyümüz kimi burada dayanıb və quluta geyinib. Onun üçün dördüncü ilə şərtləyəcəyik. Adam, yəni kişi. Gördüyümüz kimi kişilər burada oturub hekayələrə qulaq asırlar. Aşiya, yəni Ahmadın xalası. Gördüyümüz kimi Ahmadın xalası burada işləyir, yəni su daşıyır. Onun üçün Aşiya is working olacaq. İndi gəlin 5-ciyə keçək. True or false. Yəni buradakı məqalələri yenidən oxuyun və hansıların düzgün, hansıların səhv olduğunu işarətləyin. Bildiyiniz kimi false səhv, true doğrudur. Gəlin başlayaq. In the desert, women wear dresses and men wear pants. Bu səhvdir. Çünki oxuduğumuz kimi hamısı dress, yəni geyim geyinir. Heç kimsə şalvar geyinmir. 2. Hats are common to protect from the desert sun. Deyir ki, kepkalar günəş işığından qorunmaq üçün çox yaygındır. Burada kepka əvəzinə qurutalar daha yaygındır. Onlar papaq geymirlər. Daha çox qulutura geymirlər. Onun üçün bu da yəni false olacaq. 3. Sandals protect your feet from the hot sun. Deyir ki, sandallar sizin ayağınızı isti qumdan qoruyur. Bu cümlə burada var idi. O sandallar geyinir. Çünki sand is really hot. Yəni qum çox istidir. Onun üçün bu true olacaq. 5. Nights are always hot in the desert. Gecələr həmişə istidir. Bu səhv olacaq. Çünki yuxarıda bizə demişdi ki, yazılmışdı ki, bəziləri coat, cəket geyinir. Çünki gecələr çox soyuq ola bilir. Onun üçün. İndi axırıncı, yəni 6. Bedouin women are responsible for getting water. Bedouin qadınları su gətirmək ilə görevləndirilmişlərdir. Burada gördüyünüz kimi true olacaq. Çünki Aşiya o da su gətirir. Gəlin 6-cı tapşırığı işləməyə başlayaq. Complete the sentence with the words below. Cümlələri aşağıda verilmiş sözlərlə işləyin. Yəni tamamlayın. 1. People wear coats that protect them from temperatures. İnsanlar cəket geyinir çünki özlərini cold, yəni soyuq temperaturlardan qorumaq üçün. Bedouin sakinləri the Bedouins usually wear clothes because it is not in the desert. Bedouin sakinləri genəlliklə, yəni həmişə paltarlar geyinir. Çünki çöllər çox istidir. Buraya yaza bilərik ki, loose. Yəni Bedouin sakinləri daha az paltar geyinir ki, paltar geyinir. Çünki çöllər daha çox isti olur. 3.
İnsanlar insan people wear in the summer not shoes or not sneakers. İnsanlar yayda geyinir. Ayaqqabı deyil, sport ayaqqabı deyil. Bu olacaq sandal. Sandal. Yəni insanlar isti havalarda ayaqqabı da geyinmir, sport ayaqqabı da geyinmir, sandal geyinir. Dördüncü. Say in the desert is very hot and it is difficult to walk here. Deyir ki, çöllər olduqca istidir və burada gəzmək çətindir. Gəzmək çətinləşdirən isə yəni ki, isti qumlar ola bilər. Çünki adam ayağını yandırır. 5-ci. People don't wear coats when it is. Deyir ki, insanlar cəket geyinmir. Nə vaxt ki, istidir, yəni hotdur. Gördüyünüz kimi dostlar, bugün İngilis dili 85-84-cü səhifəyə işlədik. Gələcək videomuzda görüşmək ümidi ilə.